Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Mərkəzi yoldan 300 metrlik məsafədə bütün əşyalarla birlikdə kondisionerlər, televizorlar, hər bir şeylər mövcuddur. Və ən əsası qapalı hovuz isitmə sistemi ilə təchiz olunur. İndi burada durub Elvinlə baxırdım, gördüm ki, hətta onu görməmişdim, indi gördüm. Hətta manqalın üstünə havalandırmasına kimi qoyulub. Bu ev təcili olaraq satılır. Mərdəkanda yox. Makaronlu fabrikin əks küçəsi, Bravo marketdən Qalaya gedən yol, bir daha söyləyirəm, Güney Azərbaycan küçəsidir də. Bu Güney Azərbaycan küçəsindən 200 metrlik. Əslində bax bu evin arxası 2 dənə evdən sonra mərkəzi yoldur. Sadəcə buradan giriş olmadığı üçün bu tərəfdən gəlirik biz. Makaronlu fabrikin işıq forundan 200 metrlik məsafədə 4 sotun içərisində 4 otaqlı 2 dənə sanitar qovşağı evin daxilində var. Bir dənə sanitar qovşağı söhbətgah, yayğış mətbəxin içərisində var. Bu ev start olaraq 355 min manata satılır. Onu da bildirmək istəyirəm. Bunun yerləşdiyi yer hündür bir ərazidə yerləşir. Heç bir su falan həyəti və yaxud da küçələri basmır. Elə bir şey yoxdur. Bura qonaq otağıdır. Ümumi giriş qapısıdır. Orada dəhliz var. Pal-paltar asmaq üçün. Ondan sonra birbaşa evin dəhlizinə keçirik. İlk öncə mən sizə yayğış mətbəxini təqdim edeyim. Yayğış mətbəxi, döşəməsi isti döşəmədir. Manqal, paltar yuyan maşın, qaz sobası, su hövzəsi, soyuducu, kondisioner, televizor, stul. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı və kombi aparatı. Bu kombi aparatı bu söhbətgaha aiddir. Heç hovuza belə aid deyil. Təkcə bu söhbətgaha aiddir. Evin kombi aparatı isə arxada yerləşir, o ayrıdır. Baxın, gözəl bir isti hovuz, üstü bağlı, yanları bağlı, cam balkonla bağlanıb. Mətbəxdən birbaşa bura keçid. Qapılar hamısı ciftlidir. Keçmək olur, getmək olur. Bir də ki, söhbətgahdan istifadə oluna bilər. Baxın, bu hovuzun kombi aparatı isə buradadır. Hansı ki, bu hovuzu istədiyiniz vaxtı isitmək istərsiniz, bundan istifadə edəcəksiniz. Ev ümumi yaşayış sahəsi 165 kvadratdır. Bir daha söyləyirəm, bütün əşyalarla birlikdə tam hazır vəziyyətdə, yenə deyirəm, tam hazır vəziyyətdə bugünkü gündə təcil olaraq satılır. Qiymət start olaraq dövlət sirri deyil. Onu da deyim sizə, 355 min manata. Gəlin, keçək evin daxilinə. Ev yerdən hündürdür, əsas odur. Baxın, sizə göstərim. 3 daş hündürlüyündə yuxarıda inşa olunub, bütün hovuzdan beləsinədir söhbətgaha qədər. Həyətə 2 maşın yerləşər, küçəsi də o qədər genişdir ki, yəni nə qədər istəyən maşın saxla, problem deyil. Yəni maşın saxlamaq yer çoxdur. Hamısı qonşular yaşayır, maşallah. Baxın, bura ümumi giriş hissədir. Burada belə bir dolabı var, ayaqqabı qoymağa, yığmağa. Sonra burada da asılğan qoyulub. Bu evin, bu bilmədim əslində. Necə? Polisə bağlantıdır, sos. Hə, ola bilər, cip də var burada. Ola bilər. Gəl keçək evin daxilinə. Evin ümumi giriş hissəsi, vallahi maşallah, bura o qədər şeylər yığıblar ki, bunlar yəqin dərəcələri olmaq üçündür. Bu birbaşa damafondur, qapının kənarından bura. Bu bilmədim, bu nədir? Öyrənərik ev sahibindən. Sağ tərəfdə dolabdır, içərisində işıqlandırması da var, paltar asmaq üçün oradan əlavə olaraq. Bunun arxası qonaq otağıdır. İnanırsınız, bütün musikalni center deyirlər də, onlara qədər hamısı yığılıb. Baxın, burada bir kolonka var, burada 2 dənə, burada 2 dənə, sonra orada o künclərdə var. Wi-Fi aparatı ora çəkilib, kondisioner qoyulub, TV stand tam mərkəzə televizor qoyulub. Divanı, kreslosu, stolu tam hazır vəziyyətdə. Bir daha söyləyirəm. Gəl, al, gir, yaşa. 355 min manat. Yerinə görə, evə görə qiymət maşallah məncə uyğundur. Niyə? Çünki bu qiymətə demək olar ki, bazarda belə bir ev yoxdur. Soyuducu, sobalar, sonra burada baxın görüb, qavyuyan maşın, sonra balaca stol, 2 gözlü su hövzəsi, qaz sobası. Burada bir dənə kondisioner yoxdur, televizor. Ev bütöv isti döşəmə ilə təmir olunub.
uşaq üçün nəzərdə tutulmuş, qız uşağı üçün nəzərdə tutulmuş yataq otağı, yataq dəsti, stolu, televizoru və burada gözəl bir dolabı. Yataq otağı, kondisioner, yataq dəsti, qardirob, dolablar yığılıb. Burada da yataq otağına aid olan sanitar qovşağı. Bir də indi sizə təqdim edəcəm tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Bir də ki, burada yataq otağı, bu da əşyalıdır. Bunun da kondisioneri, bəzənmə stolu, dolabı, yataq dəsti hamısı qoyulub. Hə, bunu da deyim sizə, arxa pəncərələr hətta dəmir barmaqlarla da təchiz olunub. Gördüyünüz kimi görünür, orada da var, burada da var. Bütün arxa pəncərələr yataq otaqlarında dəmir barmaqlarla təchiz olunub. Əziz və dəyərli izləyicilərimiz, sizi gözləyirik də, necə deyərlər. Gəlin, inşallah sağ-salamat, kimə uyğun olsa, qiymətdə endirim olunacaq. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün. Bizləmə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.